Bismillahirrahmanirrahim. Güzel insanlar, aziz Allah'ın xeyri, bereketi, salamı, afiyeti sizin ve ailenizin üzerine olsun. Aziz Allah tuttuğunuz oruçları kabul etsin. Size sabır, güc versin ki Ramazan orucunu aziz Allah'ın rızasını kazanmak için bir fürsete çeviresiniz. Biz unutmayaq ki Ramazan orucunu o zaman tutmuş olacağıq ki, yəni gerçək mənada, həqiqi mənada Allah'ın buyurduğu, Allah'ın rızasına uyğun şəkildə o zaman tutmuş olacağıq ki, sadəcə mədəmizi aç saxlamayacağıq. Diqqət edin burasına gözəl insanlar. Baxın, tövhidi yaydığımız qədər oruç tutmuşuq. Ədaləti yaydığımız qədər oruç tutmuş olacağıq. Xeyri, bərəkəti, elmi, insanlığı, Əziz Allah'ın o məşhur ayəsində buyurduğu kimi əmri bil ma'ruf, nəhi ənil münker. Yəni insanlığın ortaq dəyərlərini yaydığımız qədər oruç tutmuş olacağıq. Orucun bir mənəvi yönü var, bir də maddi yönü var. Yəni ikisini birləşdirəcəyik. Yəni bu ayda əgər xeyri, məhləmiz, öncə evimizdə, sonra məhləmizdə, sonra ölkəmizdə, sonra insanlıq üçün xeyri, bərəkəti, ədaləti, insan haqq və hürriyyətini, barışı, hüzuru artırmış olacaqsa, oruc tutmuş olacağıq. Biz orucu tutacağıq, oruç da bizi tutacaq. Gözəl insanlar. Əgər xatırlayırsınızsa, mən bundan öncə də 3 video çəkdim. O videolarımda da əsas məqsədim bu idi ki, Ramazan orucu ilə bağlı biz Ramazanın mesajlarını, nədən Ramazan ayında biz oruç tuturuq, o mesajları doğru anlaya bilək ki, Ramazanın xeyrindən, bərəkətindən daha çox faydalana bilək. Bu hədəfi gerçəkləşdirmək üçün mən 3 video çəkdim, paylaşdım onlara sizinlə. Gözəl rəylər yazdınız, təşəkkür edirəm hamınıza. Bu mənim 4-cü videomdur. Və mən bu videolarda bir məsələnin altından xətt çəkdim ki, Ramazan ayı ilə, Ramazan orucu ilə bağlı olan ayələrdə ki, Bəqərə surəsinin 5 ayəsi, 183, 184, 185, 186 və 187-ci ayələri Ramazan orucu ilə bağlıdır. Orada altından bir xətt çəkdim ki, Ramazan orucu ilə bağlı olan bütün ayələrin demək olar ki, bütün sözləri qoruma ilə bağlıdır. Allah insanın ağlını, vicdanını, iradəsini gücləndirir ki, insan qorunsun, gözəl insan. İnsana bir şuur verir. Allah təsəvvürü verir, Qur'an təsəvvürü verir, insan təsəvvürü verir. Bu dünya, ahirət təsəvvürü verir. Sonra bir izah edelim. Dedim ki, bax, Ramazan orucu ilə bağlı ayə, 183-cü ayə belə başlayırdı. Ey iman edənlər, ey iman. İman etmək insanı Allaha bağlayır və insanı qoruyur. Yazılmaq fiilini sizə izah edelim. Sonra əs-siyamu, yəni tutmaq anlayışını sizə izah edelim. Sonra dedim ki, əziz Allah bu ayədə bizi keçmişə, tarixə bağlayır. Yəni Qur'an-ı Kərimdə bizə əmr olunan heç bir ibadət Qur'an-ı Kərimdən gəlməmişdir dedik. Yəni bizi Ramazan orucu ilə bağlı ayələrdə bizi ona görə keçmişə bağlayır ki, Həzrəti Adəmdən başlayıb gələn bir karvana bağlayır ki, bizə deyir ki, ey insanlar, ümmət olmaq istəyirsinizsə, xeyirli insan, cəmaat, toplum olmaq istəyirsinizsə, içərinizdə qardaşlığı, birliyi, vəhdəti artırmaq istəyirsinizsə, sizin ortaq dəyərləriniz olmalıdır. Sizi ortaq insanları, ortaq dəyərlər birləşdirər. Bizi dəyərlər insan edər, bizi dəyərlər ümmət edər, bizi dəyərlər seçər, üstün qılar, bizə xeyir gətirər. Bizi bir-birimizə bağlayan şeyin adı dəyərdir dedi. O dəyərlərdə əziz Allah açıqlayıb. Tevhid bizi birləşdirər, şirk bizi parçalayar, ədalət bizi birləşdirər, zülm bizi parçalayar. Mərhəmət bizi birləşdirər, elm bizi birləşdirər, barış bizi birləşdirər, savaş bizi ayırar, sevgi bizi birləşdirər, nifrət bizi ayırar. Və bu yolla mən o ayənin bütün sözlərinin qoruma ilə bağlı olduğunu sizə söyləmişdim. İndi o ayənin axırını sonraki videolara saxlayaraq yenə də bu Ramazan orucu ayələrində qoruma sistemini əziz Allah necə tətbiq edir, onu oxumaq üçün sizə, onu göstərmək üçün sizə, gözəl insanlar, Bəqərə surəsinin 186-cı ayəsini oxuyacağım. Orada mənim təsbit etdiyimə görə 6 qoruma sistemi qoyub əziz Allah. Bu ayəni biz belə oxumalıyıq. Mən belə oxuyuram. Sizlə də oxuduqlarımı paylaşıram. Baxın, fikirlərimi mütləqləşdirmirəm. Din məndən soruşular demirəm. Mənim dediyim tək doğrudur demirəm. Anladıqlarımı söyləyirəm.
Haşa, Allah'ın adından danışmıram. Allah'ın adından danışmağa kimsenin hakkı yoktur. Allah heç kimə belə bir səlahiyyət verməyib. Əgər danışdıqlarımız doğru olacaqsa, əziz, bu Allah'tan olacaq. Əgər bir xətamız olacaqsa, onun üçün də biz Allah'tan əlbəttə bağışlanma istəyərək, gözəl insanlar. Mümin, mütevazi insandır, həddini bilən insandır. Baxın, bu ayədə, gözəl insanlar, 186-cı ayədə qoruma sistemlərini bir-bir əziz Allah necə açıqlayıb. Nəyi oxuyuruq biz? Ramazan orucu ilə bağlı ayələri, Bəqərə surəsinin 186-cı ayəsini oxuyuram. Gözəl insanlar, orada əziz Allah buyurur ki, Bismillahirrahmanirrahim, qullarım məni səndən soruşanda. Allah buyurur ki, qullarım, Allaha iman edənlər məni səndən soruşanda onlara de ki, nə desin? Mən onlara çox yaxınam. Baxın, burada əziz Allah, bilirsiniz ki, Quran-ı Kərimdə Allahın adları var. O adlarından biri də Əl-Qəribdir. Baxın, Əl-Qəriblə qoruma arasında bağ quracağıq. Əl-Qərib sözünün mənası budur. Allah insana çox yaxındır. Şah damarından da yaxındır. Bu Quranda belə ifadə edilir. Mən insanlara şah damarından da yaxınam. Allah insanla qəlbinin arasına girər buyurur. Bu qədər yaxınam deyir. Sizcə, gözəl insanlar, ey ağıl sahibləri, nədən əziz Allah istəyir ki, insanlar bilsinlər ki, Allah onlara çox yaxındır? Ya da insanın Allah mənə çox yaxındır bilməsi, bu şuur insana nə verir? İnsanı necə qoruyur? Və nədən qoruyur? Öncə onu deyim ki, Allaha yaxınlıq burada mənəvi mənadadır. Yəni, nələr insanı Allaha yaxınlaşdırır? Kimlər Allaha yaxın olar? Baxın, fitrəti sağlam olanlar, pozulmayanlar. Fitrət maya, insanın mayasıdır. Yaradılış ayarıdır. İnsan xeyir üzərində inşa edilir. Bakın, günahlar fitrəti pozur, içki fitrəti pozur, qumar fitrəti pozur, narkotik maddələr fitrəti pozur, yalan, iftira insanın mayasını çürüdür. Əgər bir insanın mayası çürümüyorsa, fitrəti sağlamdırsa Allaha yaxın olur. Mənəvi yaxın olur. Bakın, tövhid insanı Allaha yaxınlaşdırır. Ədalət insanı Allaha yaxınlaşdırır. Mərhəmət insanı Allaha yaxınlaşdırır. Bakın, elm insanı Allaha yaxınlaşdırır. Doğru söz insanı Allaha yaxınlaşdırır. Salih əməllər insanı Allaha yaxınlaşdırır. Bunların tərsi də insanı Allahdan uzaqlaşdırır. Yəni şirk insanı Allahdan uzaqlaşdırır. Zülüm insanı Allahdan uzaqlaşdırır. Yalan, iftira, böhtan, cəhalət insanı Allahdan uzaqlaşdırır. Bütün ibadətlərin məqsədi Allah insana elə bir güc verməkdir ki, Allaha yaxınlığını hiss edəsin. Baxın, Ramazan orucunun da məqsədi budur. İndi baxın, bu ikisini toplayaq. Allaha yaxın olmaq insanı qoruyar, gözəl insanlar. Bax, nədən qoruyar? Şirkdən qoruyar. Allah istəyir ki, insan bilsin ki, Allah ona çox yaxındır. Niyə görə? Çünki Allahın insana şah damarı qədər yaxın olduğunu bilən insan Allahla insan arasında bir şey qoymaz. Yəni şirk çirkabına bulaşmaz. Yəni kölə olmaz, sürü olmaz. Bir mümin inansa ki, Allah mənə bu qədər şah damarından da yaxındır. Nədən gedib qəbirlərdən istəsin? Nədən pirlərdən istəsin? Nədən ocaqlardan istəsin? Nədən şeyxdən istəsin? İstəyin mi var ey insan? Sənə şah damarından yaxın olan Allahdan niyə istəmirsən? Yəni, əziz Allah, bu Ramazan orucu ilə bağlı olan 186-cı ayədə insanlara mesaj verir. Deyir ki, mən sizə çox yaxınam. Siz də dediyim, saydığım dəyərlərlə mənə yaxınlaşmağa çalışsanız, mən sizi qoruyacağım. Allaha yaxın olan qorunar, Allahdan uzaq olan da qorunmaz. Şeytanın əlində oyuncağa çevirirlər. Baxın, sonra söyləyir, fikir verin. Nə qədər yaxındır Allah sizcə? Bax, o birinci qoruma sistemi nədir? Əziz Allahın Əl-Qərib olduğunu bilməkdir. Buna inanmaqdır. Davamlı olaraq Allah məni görür, bilir və eşidir inancına sahib olmaqdır. Özünüzü bir anlıq milyonlarla kameranın altında hiss edin. Hər kəs sizi görür. Baxın, sonra buyurur ki, mən nə qədər yaxınam, deyir, dedi ki, qullarım məni səndən soruşanda onlara de ki, Allah Əl-Qəribdir, sizə onlara çox yaxındır. Nə qədər yaxındır? Mənə dua etdiyi zaman dua edənin duasını cavab verəcək qədər yaxınam deyir. Baxın, ikinci qoruma sistemi duadır.
Dua insanı koruyur. Neden koruyur? Çaresizlikten. Deyir ki ey insan çaresiz olma. Bakın Allah var, gəm yok. Duygularını koruyur. O duyguların kölesine çevrilmekten koruyur. Deyir ki bir Allah var, ona dua et, o sana güç verir. Bakın dua etme insana güç verir. Dua etmek insana psikoloji çöküşten kurtarır. Dua etmek deyir ki əziz olan bir Allah var, ondan iste ey insan, təslim olun ey insan. Dua Allah'a inananların güç kaynaklarından biridir. Dua insanı güçlendirir. Dua insanı koruyur. Bu ikinci koruma sistemi güzel insanlar. Sonra deyir ki bakın onların dualarına cevap verecek kadar yakınım. Bakın ne kadar yakındı. Deyir dua edin. Dua etseniz duanıza cevap vereceğim. Sizce bir insan kalben inansa ki Allah mənim dualarımı eşidir, Allah mənə yardım edecek, Allah mənə darda koymaz, Allah mütləq mənə bir xeyir qapısı açacaq və bunu ürəkdən inanaraq səmimi şəkildə etsə o insan mənfi duyğuların, bədbinliyin, intiharın, təksizliyin, çarəsizliyin əlindən, yaxasından qurtarmazmı? Sana bu kadar şah damarından yakın olan bir Allah var ey insan. Dualarını eşiden bir Allah var ey insan. Dualarına cevap veren bir Allah var ey insan. Üzülme. Dara düşende bunları hatırla. Allah'tan iste. Dua ile Allah'a yakınlaş deyir. Bakın sonra ne deyir? Elə bil ki, belə deyirəm, şərt açıqdır. Mən nə dedim? Birinci, deməli, Allahın əl-qərib olması insanın bir qoruma sistemidir. Dua insanın bir koruma sistemidir. Dualarıma Allah cevap verer inancı bir koruma sistemidir. Çünkü insanı güçlendirir. İnsan güçlü olmalı ki korunsun. Bakın sonra gelir deyir ki kullarım benim dəvətimə tabi olsunlar. Allah deyir ki korunmaq mı istəyirsən? Benim dəvətimə tabi ol. Sizce Allah insan neye dəvət edir? Bakın tövhide dəvət edir. Bir nömrəli budur bax. Başa yazsaq ki Allah bizi nəyə dəvət edir? Tövhidə dəvət edir. Tövhidə Allah deyir ki mənim dəvətimi qəbul et. Yəni tövhidi qəbul et. Tövhidi qəbul etsən səni şirkdən qoruyacağım. Allah bizi nəyə dəvət edir? Gözəl insanlar. Allah bizi ədalətə dəvət edir. Baxın Allah bizi ədalətə əmr edir. Ədalətə sarılsaq, Allahın dəvətini qəbul etmək nə deməkdir? Ədalətli ol ey insan. Ədalətli olsan zülmdən qorunacaqsan. Allah bizi kəbinli evliliyə dəvət edir. Allahın bu dəvətini qəbul etsəniz zinadan qorunmuş olacaqsınız. Allah bizi elmə dəvət edir, oxumağa dəvət edir. Deyir ki, oxusanız, Allahın dəvətini qəbul etsəniz, baxın 6236 ayənin hər biri bir dəvətdir. Sizi Allah dəvət edir. Bakın kəbinli, halal bir evlilik yoluna dəvət edir sənə. Deyir ki, bax bu yola gəlsən, səni zinadan qoruyacağım. Elmə dəvət edir. Baxın bir kitab düşünün, oxu əmri ilə başlayır. Baxın deyir ki, xeyri çoxalt, bərəkəti çoxalt. Baxın doğru sözə dəvət edir. Əbədi cənnətə dəvət edir. Baxın necə qoruyur insana. Deyir ki, ey insan, baxın addım at. Mənim dəvətimi qəbul et ki, sən mənim səni çağırdıqlarıma hə de. Mənim çağırdıqlarımı, Allahın çağırdıqlarını qəbul et. Təslim ol ki, səni qoruyacağım deyir. Sizce insanlıq əziz Allahın çağrısını, o dəvətini qəbul etsə qorunmaz mı? Bütün faciələrimizin əsasında Allahın dəvətini rədd etmək dayanmır. Öz kefimizə görə yaşamaq dayanmır. Allahın dəvətini qəbul edənlər savaşlar çıxarıb, milyardlarla dolları silahlara xərcləyib insanları öldürərmi? Bəbəkləri öldürərmi? Atsız susuz qoyarmı? Baxın sonra nə deyirlər? Baxın qoruma sistemi gəldi mi? Nə idi birinci qoruma sistemi? Allah əl-qəribdir, Allah sizə çox yaxındır. Dua qoruyucu sistemdir. Duanın qəbul olacağına inanmaq qoruyucu sistemdir. Sonra nə deyir? Allahın dəvətini qəbul etmək qoruyucu sistemdir. Sonra buyurur ki, və mənə inansınlar. Bakın iman insanı koruyar. Korkulardan koruyar. Pisliklerden koruyar. Bütün ibadetler insanı korumak içindir.
Bu 5-ci qoruma sistemi idi. Gözəl insanlar, sona çatıram. Əziz Allah ayənin sonunda buyurur ki, bunları etsəniz, yəni nə etsəniz, əgər mənim əl-qərib olduğumu bilsəniz, mənə içdən, inanaraq, səmimi şəkildə, qəlbinizi açaraq, bütün varlığınızla mənə təslim olaraq dua etsəniz. Sonra 3, dualarınızın qəbul olacağına inansanız. Sonra 4, Allahın dəvətini qəbul etsəniz. Sonra 5, Allaha inansanız, axırı görün necə qutarır ayənin. Qoruma sistemini Allah bir mükəmməl bir ifadə ilə bitirir. Deyir ki, buyurur ki, bunları etsəniz, edin ki, baxın, doğru yolu tapa biləsiniz. Fatihədə hər gün oxuyuruq, ey əziz Allah, bizi doğru yola yönəld. Niyə görə? Doğru yol nədir? Gözəl insanlar, doğru yol Qur'an-ı Kərimdir. Baxın, doğru yola yönəlin deyir. Ramazan ayında nazil olmağa başlayan Qur'an-ı Kərim var. Ha, əziz Allah deyir ki, mənim doğru yolum odur. Doğru yol nədir? Doğru yol Qur'an-ı Kərimdir. Siz, biz, baxın deyir ki, doğru yolu tapa biləsiniz. Bu yuxarıda saydıqlarımı etsəniz onu tapa biləcəksiniz. Sizcə insan Allahın buyurduğu doğru yola, yəni Qur'an-ı Kərimə sımsıq sarılsa, Allahın əmrlərini sevə-sevə yerinə yetirsə qorunmaz? Bakın, her şey koruma üzerinde kuruldu. Bakın, baştan bir de gəlirəm gözəl insanlara. İman etmək insanı koruyur. Yazılı olan, Allah'ın yazdığını yerine yetir ki korunasan. Es-siyamu, yani tut ki korunasan. Değerlerden tut ki korunasan. Bakın, sonra ümmet olmak, korunmak istəyirsinizsə ortak değerleriniz olsun. Sonra Allah'ın el-garib olduğunu bil ki korunasan. Ona iman et. Allah el-garibdir. Seni görür, bilir ve eşidir. Her an Allah'ın huzurunda özünü hisset deyir. Sonra deyir ki, mənə dua et ki səni qoruyum. Bakın, dua güc qaynağıdır. Dualarının qəbul olunacağı inan ki səni qoruyum. Allah'ın dəvətinə gəl, dəvətə, tövhidə gəl, ədalətə gəl, xeyrə gəl, bərəkətə gəl. Mənə inan deyir. Sonra nə deyir? Bütün bunları etsən doğru yolu tapacaqsan. Doğru yol nədir? Qur'an-ı Kərimdir. Qur'an-ı Kərimdə ölçüləri bir açıqlanmış doğru yoldan söhbət edirik, gözəl insanlar. Doğru yolun özelliği nedir? Bizi koruyacak. Neden? Hayat bir yolculuktur. Tamam mı? Ahirete gidirik, güzel insanlar. Ölüm herkesin kapısını döyecek, güzel insanlar. O ahirete giden yolu koyan Allah'tır. O yolu bilen Allah'tır. Ona göre kitabına ne deyir? Deyir, hüdadır, rehberdir. Doğru yol koruma sistemidir. Kim Allah'ın doğru yoluna girecekse o korunacak. Sağ salamat menzil başına çatacak. Əziz Allah'ın ahiretine çatacak. Hesabını güzelce vermiş olacak, güzel insanlar. Bugün ben size əziz Allah'ın koruma sistemiyle bağlı olan, Ramazan orucu ile bağlı olan 2. ayəni okumaya çalıştım. Yani Bəqərə suresinin 186. Əziz Allah bizi Ramazan orucunu doğru, dürüst tutanlardan etsin. Ramazan ayında nazil olmağa başlayan Qur'an-ı Kərimə, doğru yola, hidayət kitabına, Allah'ın kitabına sımsıq sarılmağı nəsib etsin. Gözəl insanlar. Beni dinlediğinize göre size teşekkür ederim. Var olun, sağ olun. Əziz Allah'ın sonsuz, sınırsız koruma sistemine, merhametine emanet olun. Güzel insanlar.